Hər vaxtınız xeyir olsun. Mən Cavadova Sülhiyyə, Şamaxı rayon 2-ci Çaylı kənd sakini. Sizdən bir media nümayəndəsi olaraq xahiş edirəm ki, mənim çətin şəraitimi işıqlandırın. Mən bir vətəndaş olaraq hüquqlarım pozulub, bir vətəndaş olaraq haqsızlığa məruz qalmışam. 2019-dan bugünkü günə qədər müraciətlərim var, çətin şəraitimlə bağlı. Bu il Şamaxı rayon icra hakimiyyəti təşəbbüs göstərdi. Bizə bir köməklik olunacaq deyə çox şad olduq. Amma təəssüflər olsun ki, bizim işin icrasını elə yarıdaca qoydular. Evin xarici də, daxili də hal-hazırda yarımçıq vəziyyətdədir. Biz əvvəl də qəzalı vəziyyətdə yaşayırdıq, hal-hazırda da qəzalı vəziyyətdə yaşayırıq. Buyurub baxa bilərsiniz, yaxınlaşdırıb çəkirəm. Bizim ev suyun içindədir. Biz bütün müraciətlərimdə də qeyd etmişəm. Biz heç bir maddi gəliri olmayan bir vətəndaşıq, istiliklə təmin olunmamışıq, dəfələrlə qeyd etmişəm. Bugün də mən yığıram, yazıram, Şamaxı rayon 2-ci Çaylı ərazi üzrə idarə etmə nümayəndəliyi yığıram ki, gəlin, baxın, çəkin, hansı səbəbdən işin icrası yarımçıq dayandırılıb. Cənab başçıya məruzə edin, bizə də bir vətəndaş olaraq açıqlama verin. Mənim nömrəm blok olunur və eyni zamanda da bildirirlər ki, cənab başçı bizi danlayır. Cənab başçı deyir ki, onlara köməklik düşmür, 4 dənə mismardır, vursunlar, o da onun təmiri. Mən bugün xahiş edirəm ki, dövlətin baxsın, cənab prezidentin baxsın ki, vətəndaşın hüquqları necə pozulur, vətəndaş necə alçalır, haqqı, hüququ pozulur. Xahiş edirəm sizdən. Mən demirəm ki, etməyiblər. Baxın, görün, bax bu otağın, bax bu təmir işlərini mən şəxsən özüm görmüşəm. Biz etmirik, bizə cənab başçı danlayır. Bax, buradan həşəratlar gəlir. Bu təmir işləri mən özüm aparmışam. Bir dənə gəlib mənim evimdə emisiya vurublar və işin başa çatdırıldığını demədən, heç bir söz demədən nömrələrim blok olunub. Bir dənə verdikləri cavab odur ki, cənab başçı bizi danlayır. 4 dənə mismardır, götür vur, o da onun təmiri. Mən əvvəllər də çətin şəraitdə yaşayırdım, hal-hazırda da çöldə, palatkada yaşayıram, 2 məktəbli övladım var. Mən bugün vətəndaş olaraq haqqımın, hüququmun müdafiə olmağını istəyirəm. Mən 2 övlad yetişdirirəm hərbi xidmətə. Birini göndərib, digərini göndərməsəm, dövlətim, cəmiyyətim məni qınayar. Mən də bugün tələb edirəm ki, vətəndaş olaraq mənim övladlarımın haqqı, hüququ müdafiə olunsun. Hansı səbəbdən mənim evimin daxili də, xarici də icrası yarımçıq dayandırılıb. Çox xahiş edirəm sizdən. Baxın, hal-hazırda da görürsünüz, mənim evimin pəncərəsi də, qapısı da qəzalı vəziyyətdədir, olduğu kimi də durur. Bir dənə emisiyanı gəlib vurublar, digər təmir işlərində mən özüm aparmışam ki, həşəratlar uşaqlara xəsarət yetirməsin. Xahiş edirəm ki, mənim çətin vəziyyətimi işıqlandırın, cənab prezidentim görsün, Şamaxı rayon icra hakimiyyəti görsün ki, görülən iş bundan ibarətdir. Çox xahiş edirəm sizdən. Baxsınlar, görsünlər ki, vəziyyət hansı vəziyyətdir.